Salam dostlar. Laçın ömrü kəndərəsən hər kəs salam edəm. Hər vaxtınız xeyir olsun deyirəm. Mənim bugün çəkilişim tək deyil. Bir yerdə qonşumuz Qasımov Baxşeyişlə gəlmişəm. İndi Qasımov Baxşeyiş bizim əziz dostumuz. Burada bu şəhərin ona deyim ki, burada mən şəhərə girmək istəyirəm. Şəhərin ağzında burada girəcəyində gözləyəcək. Mən girib bu qaranlıq şəhərə işiniz dəfələr. Girib bu şəhərini biraz nəysə orada çəkib aydınlıq gətirmək istəyirəm. Mən keçən ildə 2024-cü ildə bu şəhərə girdim. Bizim kəndimiz Bələrov Elşənlə. Ancaq belə özümə də biraz qaranlıq məsələlər var. İndi mən onu bugün tam dəqiqliklə, yəni o ünvana çatmalıyam. Orada bizim bu şəhər çox həqiqətən də sirri olan bir yerdir. Şəhərin içində həm havasızlıq, həm qaranlıq. Demək, orada od, alov, heç nə yanmır. Elə havasızlıqdır ki, adam nəfəs ala bilmir. Həm də çox sərin, soyuq bir yerdir. Demək, mən keçən orada müşahidə elədim, Xaladentə su, Marazelkada su yığılan kimi daşların altından damcı sular var ki, belə mirvari kimi görüşür. Mən onun şahidi oldum. İçəri həqiqətən də dəhşətli dərəcədə soyuqdur. Xaladeni kimi soyuqdur, adam dözün gətirir. Ancaq mən başqa paltar götürməmişəm, bir də köynə incirəm ora. Belə istəmirəm ki, nəsə ağır paltar olsun. Əlimdə mənim bir dənə belə nişana qoymaq üçün yollar var orada. Cürbəcür yollardır, sağa, sola girəcəklər çoxdur. Həmin o qollar ki ayrılır, mən onları dəqiqliklə bilim ki, sonra mən onu çıxanda orada əziyyət çəkməyim. Ola bilsin ki, yol itirərəm, qalaram orada. Əgər orada yol itirdinsə, telefon tutmur, şəbəkə yoxdur. Yəni oradan səs gəlmir, havasızlıqdır. Qalarsan orada ömrünün sonu olar. Yəni bu çox təhlükəlidir, çox qorxunç bir təhlükəli yerdir. Bir də ki, mən indi biraz yaxından siz göstərim. Buradan özümə ip gətirmişəm. Bizim qaladan, Nihat Marketdən almışam. Demək, bu elə bilirəm 100 metrəlik ipdir. Bu ipi mən uzun tutub gedəcəm. İndi hara qədər çatar. Yəni yolumu itirməmək üçün ip də mənə bir yol göstərici kimi olsun. Bilim ki, mən hansı yolla girmişəm, hansı yollanda çıxacağım. İndi mən yoluma buradan bu işimin dalıncanam. Yoluma davam edəcəm. İnşallah içəridə başqa çəkişlər olacaq. Hələlik məndən burada bu qədər. Sağ olun, var olun. Uğur olsun Mürsel, uğur. Bu videonu izləyin. İnşallah gələcəkdə bu YouTube kanala gedir. Sazbət Mürsel yazıb bu kanala girirsiniz, abunə olursunuz. Mənim kanalıma abunə olun, izləyin. İnşallah bu videonun da sonunda görərsiniz. İnşallah uğurlar kardeş Bu size. qədər. Birdən bu qopu verər, bax şey. Sən bunu burada necə blok eləyərsən. Telefonu ver. Uğurlar kardeş. Hə, sağ ol. Mən həm də burada elə bir aparatla gəlmişəm ki, həmin aparatın vasitəsilə gəzəm işığın. Hə, bax indi bax baxıram ki, buradan yol bax buradan başladı. Keçən belə deyil idi. Bu daş indi təzə tökülüb bura. Biraz da daralıb yer. Mən bura güclə sığışam, bax eşitirsən məni? Hə, sən kənara olma. Kənara getmə, sən məni gözlə. Ne kadar? Hə. Azalıram. Təxminən gəlmişəm 5 metr, 6 metr, hə bir 10 metr var. Bax ip ilişdi hardansa. Açıldı.
Hə, mən gedə-gedə kirpi oxuna rast gəlirəm burada. Kirpi oxu var. Kirpin oxları bir dənə, iki dənə. Hə, çıxan vaxtı götürərəm. İndi mən keçmə burada eləyə bilmirəm. Hə, yolda qoymuşam hazır qaranda. Qayıdan vaxtı götürəcəm. Hə, artıq mən indi çatdım bu dar yuvanın ağzından bura. Mən indi hə, Baxşeyiş. Ay Baxşeyiş. Eşidirsənmi məni? Hə, mən indi buradayam. Hə, buradayam. Çatmışam, o ayaq üstə dura bilirəm. Ay. Necə? Hə, yox, üç bucaq yox. Mən indi buradan girəcəyə çıxmışam. Hə, indi də eləsən orada gözlə. İndi inşallah mən də işimi davam edirəm. Hər vaxt danışa bilməyəcəm. Ancaq indi başlayıram, yəni burada çəkilişə. Necə? Hə, da artıq gecdir, gəlməyəcək səs. Hə, deməli. Hə, Baxşeyiş, mən rejimdəyəm. Hə, sən ipi qoy qalsın, lazım olanda çəkəcəm. Hə, mən artıq çatdım bu Qaran Şahının bax birinci girəcəyindən sağ tərəfə belə bir dənə yol ayrılır. Bax bu yoldan orada o dərəcədə girib gəzmə lazım da deyil, ancaq belə baxıram ki, heç yol da yoxdur. Böyük görüşdür. Mən keçən il gələndə girib ora gəzmişdim, ancaq belə yenə də çalışım ki, mən ora girim. Çalışım ki, ora girim. Burada bu yer keçən il belə deyildi. Mən baxıram ki, bu il bura biraz uçqun olub. Bu daşlar biraz belə tökülüb. Nəysə biraz başqadır. Keçən il 2024 ildə çəkəndə bu uçqunluq burada yox idi. Belə mən daşın özündən də görürəm ki, daşın biraz baxın. Bax belə hissəsi görüşür ki, daş belə sınığı, təzəliyi görüşür. Yəni burada uçqunluq olub daşlarda. İndi mən burada yazıram 1. Öz adımı da yazdım, qeyd elədim. Yəni Mürsəl. Sonra mən indi buradan mən özüm üçün su gətirmişəm bir dənə. Yarım litri bizim tuş bulaqdan su götürmüşəm. Mən bu suyu ancaq özümdən gücüm götürüm. Bir də özümdən bıçaq götürmüşəm. Burada demək nədirsə bir. Hə. Hə, gedirəm, ay Baxşeyiş, gedirəm. Hə, buradan mən indi keçirəm. Bax, demək. İndi mən təkəm. Bu iki çəkişim təkdir. Təkəm, tək. Burada hərəkət edəcəm. Ben burada qoyuram. Xət 2. 2. Mürsəl. Hə, öz adımın baş hərfini yazıram. Şimdi yolu davam edirəm. Bu daşlar keçən il olmayıblar. Mən yadımdadır ki, bax bu daşları mən kesməmişim. Ancaq indi burada bu daşlar təzə uçqun olur. Allah göstərməsin, bura çox həm qorxuludur. Necə deyirlər, həm də qorxunçdur. Qorxulu olmaq bir başqa, həm də qorxunçdur. Şahanın burada qolları çox yerə ayrılır. Yəni bir dənə deyil. Bir neçə qolları var. O qollardan da ki, bax biri bu tərəfədir. Bu tərəfə gedən qol demək mən indi qaydaram, yadımdadır. Bu qola mən girmişəm, bu keçən il. Ancaq
Buradan bak bu biri kolu. Ben çekim size göstereyim. 2. Şimdi buradan da yazdım. Burada 3. Ha, ben burada oklu kirpi gördüm. Oklu kirpi bak bir de burada böyle büyük oklu kirpidir. Ha, onun gözleri ot kimi parıldayır. Yani kirpi burada var. Oklu kirpidir. İndi yatıb o sakitdir. Yani benim ondan işim yoktu. Ben biraz da yakınlaştırayım onu, yakından size çəkeyim göstereyim. Oklu kirpi bak. Çəkirəm siz də görürsünüz. Çok büyük oklu kirpidir. İndi ben ona toxunmuram, yani yaxına getmirəm. Ola bilsin ki yaxına getsəm o beni oxundan vurar. Yani qorxulu bir şeydir. Bak yakından çəkirəm görün. Ha, bura 3-cü otaq. 3-cü otaq. 3-cü otaq. Sonra yoluma devam edeceğim. Buradan bu tarafa hiç ne yoktu. Bura 4-cü yer. 4-cü yer. 4. Mürsel. Mürsel. Bura. Ben yine de size oklu kirpini çəkirəm. Çok büyük kirpidir. Yani bak burada bile bu heyvana ben rastlaştım. Ben de geri kaydıram. İpin ucunu götürüm. İple gideceğim. İpsiz gitmek istemiyorum. Baxşeyiş. Gedirəm, təzədən dala qayıtmışam, ipi götürəm. Oxlu kirpiyə rast gəlmişəm, oxlu kirpi. Ha, böyük bir dənə kirpi var burada. Ve yatıbdı yerində, mən də videosunu çəkmişəm. Hə, indi mən təzədən bir də dala qayıdıram. Gibi çəkmək istəyirəm, ancaq ipim gah tutulur, gah açılır. Biraz mani olur. Ben ipten bura girmişəm ki, həm də metrajı bilim. Biraz mən çalışıram ki, gərək oxlu kirpidən bir balaca ehtiyatlı olum. Onun oxu bir dənəsi Allah uzaq eləsin. Burada mənə dəysə, məni vursa, onun həm də zəhəri var. Zəhəri var. Yəni o çox qorxulu bir şeydir. Bunu heç zəhərinə da dəyməz. Yani o böyle korkuludur. Ben de keçirəm buradan sol tarafa, sol taraf burada 5. döngədir dönürəm ben. 5. döngə M hərfi. Yani ben özüm. Ha. Buradan ha. Bu qayalar burada keçəndə belə idi. Yəni mən bunu belə burada görmüşəm, ancaq nisbətən buralarda biraz dəyişiklik var. Mən indi sizə bax belə göstərəcəm. Bax buradan sol tərəfə yenə bir dənə balaca harasa bir dənə döngə var, ancaq ora çox böyük uçqunlar var. Ora girmək elə bilən mümkün deyil. Biraz keçəndən indiyənə biraz dəyişiklik var. Mən indi elə cəhd edeyim, bir bura bir baxım. Görün burada nədir? Burada yol yüz yoxdur. Yəni bura bir iki şişərəsi qoyuram. Yəni yol yoxdur. Sonra yine devam edirəm. Buradan
Bir balaca bir dənə ayrı işıqlıq da var. Mən heç başım qarışıq çəkilişi düzgün edə bilmirəm, ancaq gedirəm. Gedirəm belə biraz baxıram ki, indi burada uçqun olub həqiqətən də. Mən keçən il 2024-cü ildə bura gələndə bax bu uçqun burada olmuyor. Olmuyor. Bura təzəlikdən uçur. Həqiqətən də çox vahiməli, qorxunçdur. Deməli, bizim buradan bax belə bir dənə bir işıq gələn buradan yer olduğunu bilirəm. Ve mən bax indi sizə mən alça göstərəcəm. Bu alçaları mən yuxarıdan atmışam. İndi bir de burada görsəniz bax alçalar. Həmin o yuvanı mən yuxarıdan tapmışam yerin. Onun üçün də həmin itirdimi. Həmin alçalar gəlib burada düşdüyü yerdir. Bu da bak, buradan bir balaca ışık gelen çoldu. Ora it burnu çoludur. Ben onu çölde bayırdan gördüm. Aşağıdan da bir balaca yine ışıklık var. Bu bir dənə ışıklıktır. Burada başka bir ışık yoktu ancak belə bir dənə burada burası çok serbest keçirdim. Buradan bir dənə belə yine de giriş var idi. Bu girişin ağzı tamamıyla bağlanır. Bak bu qayalar necə uçub, necə dağılıb. Belə çok hakikaten de sır idi. Geçen bu daşlar bu cür değildi. Bak bu sal qayalarla yukarıda asılı kalan daşlar idi. İndi tamamıyla uçulub, bağlanıb. Mən geçen il onu videomda mən göstərmişəm. Deməli qayalar asılı olduğundan yukarıda nəmişlik var idi. Su süzürdü. Ancaq indi bax həmin bu daşlar idi. İndi bu daşlar tökülüb, bax yuxarısı bu cür başqa cür. Deməli daşla qalıbdı. Bizim buradan yoldan bu tərəfdən bizim bir başqa bir yolumuz var idi. O yolun ağzı bağlanıb, yoxdur. Artıq önce buradan getmək mümkün deyil. Məncə buradan çalışım ki dala qayıdım. Yəni buradan artıq girəcək yoxdur. Bu da bizim deməli 4-cü 5 6-cı belə döncə M. Buradan heç bir yerə mümkün deyil. Yəni bax belə görüşür ki, bax sal qayalar bağlayıb, bax bu girişin ağzını. Buradan girəndə biraz da buradan da yol var idi. Təxminən bir 5-6 metr, nə bilim neçə metrsə bir 10 metr ola bilsin. Bir yol da dönürdü. Həmin yolu mən davam edib getmişdim. Sonra yol bağlanmışdı. Bax həmin bu qayaların deməli yonmaz kimi orada görünüşü vardı. İndi həmin yol yoxdur. Elə bu işıqlıq gələn yerə qədər bütün hər şey uçurulub dağılıb. Yəqin ki yerdə hardasa belə zəlzələ olub, yüngül. O zəlzələnin deməli nəticəsi ilə də burada biraz dəyişiklik yaranırdı. Bir dənə də bax belə heyvan sümüyü nədirsə. Keçən il burada mən unutmurdım ki bura hansısa heyvan girsin. Ancaq indi baxıram ki heyvanın bura girişi var. Yəni burada X qoymuşam. Burada dəyişiklik olmuyor. Bu giriş burada elə bax belə olub, bağlı olub. Sonra bir də üz yuxarı bax belə. Buradan qayalar uçur. İndi də yenə asmaladır. Elə bir dəqiqə deyirsən ki sucuk. Elə bir yer yoxdur. Keçən il 2024-cü ildə gələndə biraz da genişlik idi. Yəni mən bunun axına qədər girib çıxmışdım. İndi bu il ondan da biraz qıssadır. Yəni yol yoxdur. Yol bağlanıb. Bunun deyirlər ki çox uzaq bir məsafəyə gedib çıxıb. Ola bilər. Keçmişdə yəqin ki var imiş, ancaq indi həminki yol bağlıdır. Mən bütün yerlərə nişana qoymuşam. Bu bura 5-ci giriş yeridir. Ben bunu bir də burada qeyd edeyim. 5 M hərfi. Ancaq mən çalışacağım o kirpini bir də çəkim.
Benim için hakikaten de maraqlıdır. Elə o kirpini, elə video almaq burada. Elə mənim ən deməli bir dənə maraqlı işim oldu ki, kirpi ilə burada rastlaşdım. Kirpi indi hal-hazırda yerini dəyişib. Yoxdur. Kirpi yerinden gitti. Yəqin ki, harası yerini dəyişdi. Bax, buradan çıxıb. Kirpinin yattığı yer. Bax, buraydı, mən özüm öz gözümlə gördüm. Amma indi artıq yoxdur burada. Çok maraqlıdır. Yerindən bir neçə dənə ox götürüm. Oxlardan götürdüm bir neçə dənəsini. İndi mən yoluma davam edirəm. Gördük ki, kirpi ucu buradan çıxıb bayıra, yəqin ki, baxışa işte onu görüb. Əgər yolumu kəsmiş olsa, biraz yəqin ki, çətin olacaq. Ancaq elə bilirəm ki, demək, buradan bir dənə də giriş var. Mən elə çalışım ki, burada girim. Kirpi bu tərəfə gedib. Mən kirpinin ikinci bir yerdə çalışım çəkməyə. Həmin kirpide izi buradadır. İzi buradadır. Oxlu kirpidir, ox atandır. Ola bilsin ki, burada balası da var. Yəqin ki, mən bayaqlar dediyim kimi 2024-cü ildə mən bura gələndə bu yol belə olmuyor. Buna belə olmayıb. Həm geniş olub, həm də belə asan da olub keçməyə. İndi çox təhlükəlidir həqiqətən də. Mən yerə uzana gedirəm. Bax, sürünə gedirəm. Oh. Çətindir, buradan bir ayrı yolda dönür. Böyük bir dənə giriş də buradır. Böyük bir dənə giriş buradır. Elə əsas bəlkə də burada bir dənə giriş var. Mən elə burada tam hemen ayak üstə və həm elə bir şey. Burada da durmaq olur ayak üstə. Təxminən hündürlüyü 1,80 2 metr var. 2 metr var. Ancaq kirpi göstərmir. Kirpi harasa gedib. Kirpinin yenə də oxu. Burada bir dənə də oxuna rast gəlmişəm. Kirpi bu hardasa yəqin ki yenə də başqa bir yuvası var. Gizləndi. O qorxusundan gizləndi.
Burada kirpinin əsl yuvası bax gördünüz ki buradadır. Ancaq belə gediş yolu göstərmir. Özü də yoxdur. Elə bil ki qeyb oldu. Qeyb oldu. Hardasa yuvası var, gizlənməyinə gizlənir. O ola bilməz ki, hardasa yoxa çıxsın. Hardasa buralarda var. Bu hissələrdə yoxdur. Elə bir də maraqlı olan oldu ki, burada mən kirpinin əsas yuvasını tapmışam. Bax budur özü deməli buranı bax belə eşib oyub. Öz üçün yuva düzəldir. Həqiqətən də orada izi görükür. Kirpinin deməli izi burada görükür. Mən biraz bunu uzaq məsafəyə verim. Odur yuvanın izi, orada da yuvadan çıxdığı iz görükür. Gəlib buraya yəqin ki. Qaçdığı gizləndi. Belə yenə də az da olsa mən kirpinin ilə özüm videoya almışam. Artıq burada gezməyə elə bir yer qalmadı. Ancaq mən keçən il bu hissəyə keçməmişdim. Bu hissədə axırı bax belədir, yoxdur. Artıq burada bağlanır. Mən indi ipim qaldı orada. Mən ipimi götürüm. Təzədən yenə bura əlavə bir balaca iplə gəlim. Məsafəni ölçmək istəyirəm. Görün nə məsafədir. Mən indi elə həqiqətən yolumu itirmişəm. Bilmirəm hansı tərəfə getmək lazımdır. Ola bilsin ki ola bilsin ki bu üzədir. Bu üzədir. Mənim yolum biraz itik. Təxminən tapdım. Bura belə. Bu tərəfədir. Yollar həqiqətən çox qarışıqdır. İki adam olan olsa yol izi tapmaq olar. Ancaq belə indi mən təkəm. Həm gedirəm, həm video çəkirəm. Həm də yolu saxlamaq yanımda çətindir. Təxminən burada 20 metr mən gəlmişəm. 20 metrdə bu bir üzə yol gəlmişəm. Mən indi artıq gəldim, çatdım həmin yerə. İndi də artıq burada elə bir yer qalmadı ki mən çəkim. Həmin ki işıq gələn yeri çəkdim. Üstə gəl sağ tərəfə gedən yolu çəkdim. Mən sağ tərəfə nişana qoymamışam. Buna da nişananı qoyum. Yəni bilsin ki buradan birinci yoldur. Belə. Bu yolda belə. Demək elə. Mən indi su götürmüşdüm ki, ola bilsin ki su içəcəm, ancaq heç suyu da hissəsi olmadım. Artıq da burada elə bir şey qalmadı ki mən çəkim. Bir dənə yol qaldı, o yolda uçurulur. Yəni elə yuxarıdan daş tökülür, yolu bağlayır. Mən buradan da məcburam çıxım bayıra. Elə bir şey qalmadı. Hazırlaşım.
Baxşeyiş. Gəlirəm. Çox pis əmipadiyorum da həm də belə. Yəni getmək çətindir. Elə mən doxlar atım. Burada yığaram. Bura Baxşeyiş. Bura girmək dalda daha saplanacaq. Çıxmaq çox çətindir. Mənim dizim tutmur. Yer al telefonu. Telefonu al ha. Bax bu qaydada çəkəcəksən. Söndürmədiysə bu. Girmək bir başqa ancaq çıxmaq. Çox şükür qardaş, bu da Mürsəl bizi Sağ ol. qayıdır. Tədqiqatımızı indi danışacaqdır, öz sözləri ilə izahat verəcəkdir. Hansı ki yol üstü görürsüz oxlu kirpiyə rast gəlibdi. Bax, bu da kirpinin oxları. Gör neçə dənə kirpi oxları əldə çıxardır. Fikir ver. Bax bu da. Şükür qardaş, şükür qardaş. Gəl. Biraz çox çətindir. O girəndə arxası üstə çıxır. İndi çıxışa ucu qabaq üstə gəlir. Çox çətin bir. Bu da bir balaca. Biraz yorğun al, dizini al. Mən bu tane hər kəsi salamlaydım. Deməli, mənim bu işim həqiqətən də baş tutdu. Ancaq ürəyimcən olmalı. Keçən 2024-cü ildə bəyəkləri orada mən vuruladım. Getdiyim vaxtı orada bəzi yollar bağlanır. Şəhərdə uçqun olur. Böyük daşlar, asır daşlar hamısı suf tökülür. Suf tökülüb indi yer silsələməsi olub. Nədirsə ondan hər yer dağılıb. Dağılıb elə yerlər var ki, yol bağlanır. Elə yerlər var ki, güclə keçirsən. Aman bir yeri getdim ki, kirpi məndən qaçdı, gizləndi. Getdi öz yuvasına, yuvasını qaydan vaxtı getdim tapdım. İndi onu mən videoda qeyd eləmişəm. Kirpi böyük kirpidir, oxlu kirpi. Ona yaxın düşmək olmaz, ancaq mən yaxşı videosunu çəkmişəm. İndi orada videoda izləyib görəcəksiniz. Mən burada Kahanın bax bu dar yerində bir dənə arzum istəyim oldu ki, mən heç kimə dar gün arzulamıram. Allah hər kəsi azad gündə, işıqlı havada belə işləri uğurlu olsun. Amin. Dar gün heç kimə qismət olmasın. Allah hamıya şamatlığı versin, işləriniz uğurlu, gününüz xoş olsun. Bu videolarım da bu qədər. İndi mən çıxıram. Yuxarıdan Ürək istəyənlər, hörmətli qardaşlar, Mürsəl hansı ki çəkdiyimiz o qaranlıq kaha deyilən ərazini səyahətdən geri qayıtdı. Bax bu dəqiqə qayıdıb geri. Mürsəl, nə gördünüz? Qarşınızda nələr var idi? Hansı maneələri keçə bildiniz? Hansını keçə bilmədiniz? Qonşu, Baxşeyiş. Demək, mən də sizə burada əziyyət verdim. Siz də məni burada gördünüz. Xoşdur. Mənim özümə həqiqətən çox belə maraqlı idi. Mən bura tək gəlib girə bilməzdim. O qədər belə Aydındır. çətin olması yer deyil. Ora hər adam risk edib girməyə qorxulu yerdir. Bu dəqiqə elə bir yerdir ki, burada apteki yox, dərmanı yox, heç bir yardım, təcili yardım yox. Elədir. Ora girmək hər adamın işi deyil. Mən orada keçən 2024-cü ildə Bəyəklər dediyim kimi girmişəm. Həmin ki vaxtdan indiyənə çox dəyişikliklər var. Deməli, Kahanın sağ tərəfində uçqunlar, sol tərəfində uçqunlar. Orada mən nömrələr qoymuşam. 5-ci döngədən sonra səhv eləmirəmsə yadımda qalmadı. 6-cı döngə. O işıq gələn yerdən sağ tərəfə bir döngə var idi. Həmin yer tamamilə uçurulub, həmin yol bağlanıb. Orada bir dənə mənim üçün qaranlıq qalan məsafə bir dənə şey var idi ki, belə qara bir dənə şey görmüşdüm. Həmin izi mən itirdim, yoxdur. Həmin yer bağlanıb. Daş uçur. İndi də elə elə vəziyyətdir ki, orada hər an daş uça bilər. Hər an daş uçur. Təhlükəlidir da bir sözlə. Daş tutsa, adama dəyməsə də, yolu bağlasa, qalırsa. Həyatın sonu deməkdir. Mən iz qoymuşam, 6 dənə döngə var. 6 döngədən
Mən 6-sında getdim. 6-sını getdim. Maşallah. 6-dan bir dənəsini gedə bilmədim. Bir dənəsində uçub yol bağlanıb. Ancaq mən döngəni qoymuşam ki 6-cı. Mürsəl qeyd etdiyiniz kimi orada havasızlıq şəraitidir. Sonra işıq yanmır. Yox, keçən kimi indi Nəfəs alma nətərdir yəni? Nəfəs alma indi buyur, bax mən girdim. Keçən kimi 2004-cü ildə başqa idi, indi başqadır. İndi sərbəst nəfəs alırsan, yer biraz daralır, qısalır. Bir də orada ikinci bir dənə hava yer açılır. İkinci bir hava yer açılıbdır. Həmin o hava yerindən də orada keçən il 2004-cü ildə işıq biraz gəlir, amma indi biraz çox gəlir. İçəridə mən orada alsa dənələr atmışdım. Həmin alsaları mən orada videoda çəkmişdim. Yəqin ola hansısa bir təbii nətər deyirlər, onlar maneələr zatlar yaranıbdır, uçurumlar olubdur, belə bir şeylərin nəticəsidir. Biraz yer də daralır görünüşü. Həmin ki bu soft qayalar asma vəziyyətdə orada dururdular. Adam gedəndilər ki, adamın başının üstündə asma daşlar var idi. İndi həmin ki asma daşlar hamısı uçulmuş yerdədir. Sanki dostlar qeyd elədiyi kimi də Mürsəl öz sözlərindən də qeyd eləyir. Görürsüz də bu daşların hamısı yəni elə bir vəziyyətdədir ki, bu hər bir anda bu aşa bilər, uça bilər. Bu çox təhlükəli bir nətər deyirlər qayalardır. Hə, bir də ki bizim cəmaatımızın içində ben elə öz cəmaatımıza deyirəm, yəni bura gəlib girmək o qədər də indi mən keçən il biraz çox qorxunsuzdur, vahiməliyiz. Ancaq indi bir dənə orada kirpi var. Ola bilsin ki başqa bir heyvan kirpi gəlməli. Bəlkə də tükür çaqqal gətirə bilər. Ancaq sümük var indi mən özümdə gördüm. Hardasa heyvan sümüyü, təzə sümüyü nəsə gətirib buna çıxarılır. Yəqin ki vəhşi heyvanların o oğlarıdır da burada. Kim istəsə girib oranı ziyarət edə bilər. O qədər də təhlükəli deyil hal-hazırda. Keçən il təhlükə çox idi, ancaq indi bu il biraz azdır. Ona görə ki o asma daşlar hamısı tökülüb yerdədir. Biraz da yerlər qısalıb. Nəfəs almada yaxşıdır. Dostlar, yəqin ki bu Mürsəlin qeyd elədiyi kimi mən bir şey başa düşdüm ki, bədən cəhətdən yəni bir balaca gərək arıq insanlarda bunun məsləhəti olar. Yəni girir çıxırsa girə bilməz. Hə, mümkün deyil. Oradan yəni bir dənə birazdan sonra yer çox daralır. Çox qısalır, çox daralır. Adam girmək biraz arxası xətdə asandır, ancaq çıxanda biraz çətinlik verir. Hə, indi bir də ki buradan biraz o tərəfə çaha var, o birüzdə. O da qaranlıq çaha deyirlər, ancaq qaranlıq çaha o üstündə dağdağan ağacı olan yox, bax budur qaranlıq çaha. O dağdağan ağacı olan, o da qaranlıq çahadır. Bunlar yenə necə ki bir qardaş kimi. Yəni yaxın-yaxınadır. O qaranlıq çaha deyil. Qaranlıq çaha olan budur, bu yer buradır. Çahada üstündə girişi imkandır, başqa tərəfdə. Yəni orada bir başqa bura var. Yəni mən bu sonuncu olaraq axırıncı dəfəsi mən girdim buraya, 2 dəfə girmişəm. Bundan artıq mənim burada bir işim yoxdur. Girəsinə deyiləm, təhlükə var, mən indi azmı çoxmu görmüşəm. Ancaq o dərəcədə deyil. Kim istəsə də girə bilər. Buyurun gəlin, şahını girin, ziyarət edin. Bu bizim qaranlıq şahımız neçə əsrlər üzü bəri hər adam cəhdilib girə bilmir. Deyirlər ki, bunun ucu gedir, bir sonu hara çıxır. Bunlar yalan söhbətdir, belə şey yoxdur. Dostlar, bir şey də əlavə edeyim Mürsəlin bu danışdıqlarına əlavə qeyd edeyim ki, bu işğaldan əvvəl yəqin ki mən biraz gənclik dövrüm idi. Obşim, məktəb illərində mən eşidərdim ki, bu qaranlıq haqqında çox eşidirdim. Ancaq belə bunun şahidi olmamışdım da, canlı şahidi olmamışdım. Bura açığı mən dostlar, nə bilim, tanışlar nə danışırdı, onların sözü ilə belə ifadə edə bilirəm ki, bura məsələn hələ Mürsəl kimi tədqiqat işi aparan ikinci bir adam mən eşitməmişəm ki, girsin orada hansısa bir çəkilişlər aparsın, hansısa bir tədqiqat eləsin. O neçə görsən özdə qeyd elədiyi kimi neçə orada döngələr var, ayrımlar var. Orada da yəni o hamısında yazmışam. Hamısında qeyd eləyibdi, nömrələyibdi. Yəni ora girən də məsələn bu qaydada girsə yazmışam ki, M. Yəqin ki Mürsəlin qeydiyyatları var. Mürsəlin qeydiyyatları var. Ürəyi istəyən kimlər olarsa da girib yəqin ki onları təsdiqləyə bilər. Yəni bugünkü gün mən bunun canlı şahidiyəm. Mürsəl, çox sağ ol qardaş. Yəni bugünkü tədqiqatın yəni həqiqətən də ürəkcandır. Bu yəni nətər deyirlər bir
sirdir, hansı ki bunu gənclərimizə, cəmiyyətimizə, ictimaiyyətimizə sən belə bu çatdırırsan, bunun özü böyük bir dəyərli, nətər deyirlər, işdir. Sonunda mən bütün şəhidlərimizə Allah rəhmət eləsin deyirəm. Yəni bu videonun Amin. sonunda Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Allah millətimizi, Allah müzəffər ordumuzu qorusun. Allah veteranlarımızı. Amin, amin. Bizim bura gəlib bu yerlərimizi ziyarət eləmək üçün bütün şəhid ailələrinə, qazi ailələrinə borcluyum. Mən bütün şəhid qazi ailələri qarşısında, valideynləri qarşısında baş əyirəm. Sizin başınız uzaq olsun. Bir də mən videonun sonunda bizim Həkəri qəzetinin baş redaktoru Rauf müəllimə buradan öz salamımı göndərirəm. Rauf müəllim. İnşallah bu qaranlıq şahərgili çıxmağımı hardasa kitabınızın, növbəti kitabının bir səhifəsini mənə ayırarsınız. İndi həm hansısa şeirlə mi, hansısa bir məqalə formasında bu qaranlıq şahərdən videoya baxacaqsınız. Mənim üçün ayırarsınız. Bir səhifə, çox istəmirəm. Bir səhifəyə bir dənə şeir yazarsınız. Həmişə növbəti kitabda dərc elətdirərsiniz. Bir də yenə Sosial Dövlət Naminə İctimai Birliyi Mətbuat Xidmətinin rəhbəri Qızıl Qələm media müşafatçısı, Həkəri qəzetinin xüsusi müxbiri Hamlet müəllimə yenə öz salamımı göndərərəm. Hamlet müəllim, buradan sizə də öz salamımı göndərərəm. Sizin də yenə sizə danışmışam bu şahı barədə. Bir daha bu kağıdı mən gedim çəkdim, yəni siz də videoda izləyəcəksiniz. Bir daha hər kəsə videonu izlədiyiniz üçün hər kəsə təşəkkür edirəm. Xəttə qalın, inşallah videonun davamı gələcək. Dostlar, eyni qayda ilə Mürsəlin videosunun yekununda bir əlavələr mən qonşusu Qasımov Baxşeyiş əlavə eləmək istəyərdim. Bax, bu durduğumuz qala ərazisindən mən öz kəndimizin bir dənə hündürlükdən bax belə bir mənzərəsini, gözəl bir mənzərəsini də bu videoya əlavə eləyərdim. Çünki bunun çox dəyəri olardı yəqin ki, bu videonu tamamlamaqdan ötürü çox belə yerinə düşərdi. Sanki yəni bu videonu tamamlamaqdan ötürü elə bax bunun yeri buradadır. Kəndimizin gözəl mənzərəsi bax bu dağlardan ibarətdir, bu qalalardan ibarətdir. Hansı ki Mürsəl qardaşımız bugünkü apardığı tədqiqatı, yəni mən burada videonun əvvəlində sizə qeyd eləmişdim. Baxa bilərsiniz, hansı ki bu qayalardır, daşlardır. Bunun neçə yüz illər tarixi var. Bu tarixlər əsrlərlə yaşanıbdır. Bizim bu indiki nəsillərə bunları gərək çatdırılsın, bunların sirri açılsın. Bilinsin ki, həqiqətən də bu mirik ərazisində yerləşən bu qala ərazisindəki sirləri yəni aşmaq hər bir nətər deyirlər, vətənpərvər oğlun borcudur, hər bir vətən nətər deyirlər, qədri bilən insanların borcudur, bu torpağa borcumuzdur. Sağ olun, var olun. Yəqin ki, videolardan Mürsəl qardaşımız davam elətdirəcək. Sağ olun, var olun.